Baxıram, iradlar bildirirlər ki, ay o liseydə varlıların uşağı oxuyur. Harınlamış uşaqdır deməli, varlı övladıdır, harınlamış biridir, gedib silah götürüb müəllimin güllələyib. Güya kasıbların oxuduğu məktəblərdə nələrin baş verdiyini görmürük. Elə həmin gün Xırdalanda 15 nəfər şagird başqa bir şagirdi döydülər, onun da videosu yayıldı. Təsadüfdən elə eyni gün oldu. Yaxşı, o Xırdalanda oxuyan uşaqlar varlıların harınlamış övladları idi. Burada söhbət qətiyyən harınlamaqdan, kiminsə imkanlının övladı olub-olmamağından getmir, ya kasıbın övladı olub-olmamağından. Burada problem ondadır ki, təəssüf ki, nə varlılar, valideynlər, nə kasıb valideynlər övladlarına tərbiyə vermirlər. Çox istisna hallardır bizim tərbiyəli uşaq görməyimiz, çox istisna. O da olsun da bir zəhmət türklər demiş, bir zəhmət bir-iki dənəsi olmasa, bir-iki nəfərdə tərbiyəli mədəni uşağımız olsun. Belə görünür ki, Azərbaycanda nə varlı övladına tərbiyə verə bilir, nə kasıb övladına tərbiyə verə bilir.